36.500 manat, bəli. 36.500 verirsən, sənə 3 otaq, geniş həyətdən, yola yaxın, yəni qəşəng, səliqəli, bütün kanalları olan, bütün şotçuları olan koridora bax. Bir otaq boyda elə koridordur. Evin kvadratı çox genişdir, qiyməti hamısından yaxşı. Bax, burada bir dənə səliqəli zalıdır. Pəncərəsi öz həyətini görür, pəncərə şutkalarına qədər var. Normaldır, kombi xəttlərinə qədər hamısı çəkilib, hazır kanallar hamısı var. Burada da bir dənə geniş, çox geniş yataq otağıdır. Baxın, ölçülər çox yaxşıdır. Qiyim qoşar, daşdır, şəxsi tikili evdir. Deməli 36.500 manat ilk ödəniş verəcəksən, ümumi qiymət düşəcək sənə neçəyə? Kreditdən ümumi qiymət 60.500 manata. 60.500 verirsən, bu evi götürsən, nəqd eləsin endirim var, kreditdən qiyməti budur. 36.500 manat ilk ödənişdən 60.500 manata. Hamam salonu evdə, o da təmirlidir. Buradan da gəldi, bir dənə burada çox səliqəli, ölçüsü çox yaxşı, mətbəxlidir. Mətbəx bölgəsi səliqəlidir. Bu da içərisində qalacaq təbii ki. Bunun da pəncərəsi öz həyətini görür. Yəni bir iki gündə Hökməli, yerləşmə haqqında məlumat verim. Hökməli Qobu yolunda bu polis bölməsi yurd restoranı tərəfdə, yəni düz yerdədir. Yoldan 100 metr məsafədədir. Bir dənə çıxaq çöldən də tanış olaq. Bu da evin çöldən görünüşüdür. Suyun şot nə qədər var. Yəni deyirsiniz ki, nə bilim, suda batıb, nə bilim, nə olub. Burada elə bir şey. Ümumiyyətlə Hökməli Qobu yol ərazisində suda batmaq söhbəti yoxdur. Buralar onsuz da hündür yerdir. Su nə gəzir burada bata? Yəni bildiz bilmədi, bəzilərinə aiddir. Nə gəldi danışırlar. Yəni əlaqə saxlayın. Burada kanalizasiyasına qədər mərkəzidir, düz yerdir. Yəni dağ deyil, dərə deyil, çökək deyil. Qiyməti normaldır. Yəni orada boş oturub fikir bildirənə qədər ev almaq fikrin varsa, qardaş, yaxınlaş. Hər cürə qiymətli evimizə. Elə qiymətə yoxdur ki, evimiz olmasın. Hər bir qiymətə. 15 minə də evimiz var, 105 minə də evimiz var. Sağ olun, var olun.